vaxtınız xeyir. Salam. Adınız? Könül. Könül? Bəli. Könül xanım, 1 manata qutu satıram, ənənəyə saydıq olaraq. Bunu belə deyim də, bizi Instagramda, TikTokda izləsəz, ikinci hədiyyə Bambo Tekstil tərəfindən sizə ödənişsiz olacaq. İzləyirsiniz bizi Instagramda, TikTokda. Xeyr. Elə bir şey eşitmisiniz? Bizdə tekstil səhifəsində Bambo Tekstil izləyicilərinə 1 manata qutu paylayır. Qutunun da içində dəyərindən böyük əşya da olur, ucuz əşya da olur. Bir də görsən olmur ümumiyyətlə. Korobka boş çıxır. İndi 1 manat əldə etmək istəyirsiniz, İstəyərəm. təqdim edin 1 manatı biz. Buyurun. Xanımın 1 manatı, bu da bizim qutumuz. Baxın, içində nəsə də varsa açın göstər. İçində belə bir ürəyi var. Çox sağ ol. Götür də, götür nədir yəni. Hə, Mən götür. qutumu götürürəm. Hə, okey, hər yer götürüb. Məndən həmişə soruşurlar ki, qutunu niyə vermirsən? Qutum yoxdur. Bir dənə bu qutum var. Bunun içindən nə çıxdı verirəm. Bəzən görürsüz, hədiyyə salafanda olur, salafanda verirəm. Bir də görürsüz paketim olmur, paketsiz verirəm. Çox sağ olun. Bizi Instagramda, TikTokda izləyin. Bax belə bir vloqlar bizdə həmişə tez-tez çıxır. Mən çəkilişlər edirəm hər həftə Tarikovda. Qabağınıza çıxaramsa, növbəti səfər ikinci hədiyyəni ödənişsiz qazanarsınız. Çox sağ olun. Allah'a emanet olun. Allah. Sağ olun.